Salam millət, Qarsın girişindəyik. Gördüyünüz kimi bugün əsasən iki maşın arasında mövzu gedəcək, Patrolla Pajero arasında. Amma digər maşınlarımız da var, yəni bunlar da sürüləcəklər burada. Başlayırıq. Gördüyünüz kimi 0-10 Patrol, M57 motorlandır. Yəni təkər 37 CST-dir, 38-ində öyrənəcəm onun dəqiqliyinə. Süddə görsənmir palçıqdan. Hazır maşındır. Digər ikinci maşınımız gördüyünüz kimi Patrol M57 ilə yenə. Bunlarda yəni öz motorları deyil, hamısı dəyişdirilib. M57-dir, təkər üstündə 37-dir. Təkər də çək. Bu canavar. Özü olan budur burada. Didi də orada danışırız üçün. Görək hara qədər gedəcək. Yəni bu barədə danışacağımız odur. Keç arxaya. Gəl. Çünki burada özü motoru ilə deyəsən maşın yoxdur. Salam əleykum. Gördüyünüz kimi Patrol 3-2'si yay. Nadirin maşınıdır. Keçən offroadda da var idi. Bugün də yəni görə özünü necə göstərəcək. Üstündə gördüyünüz kimi 36 Simex'dir. Gəl arxaya. Gəl. Bu iddiadır da qardaşım. Pajero saxlamanı bu. Saxlamanı çək. Pajero 3 motor benzin. Məşqli maşındır. Bu günləri əsas belədir də iddiası olan 2 nəfərdən biridir. Məşqli sən elə saxladın ki, səni danışdıran biri. Gəl zəhmət olmasa. Məsələ bax bu gördüyünüz Pajero ilə qabaqdakı M57 Patrol arasında gedəcək qara Cavidin maşını və məşqlimdən fikirlərini alaq da. Əziz dostlar, bizim birinci növbədə yarışımız, bəhənsimiz öz qrupumuzdadır. Bunu öncə deyim. Qrupda da bəzi səs-küylər qalxıbdır yuxarı ki, Patrol belə, Patrol elə. Biz də gəlmişik ki, görsədək ki, Patrol nədir, Pajero nədir. Adam M57 qoyubdur, swap eləyibdir, moslar dəyişibdir, təkər 37-dir. Bizə də stok demək olar ki, yəni lift body olubdur, 35 təkərlə gəlmişik Pajero'nun gücünü göstərək, həm də öz məharətimizi. Bir balaca özümüzü arxaya enirik, düşünmürəm ki, Patrol keçəcəyi yerdə biz batacağıq. Mən düşünürəm ki, Patrolun arxasınca biz hərəkət edə biləcəyik. Bu günlərim əslində sübut eləmək istəyirik ki, Patrola o qədər pul qoymağa ehtiyac yoxdur. Yəni Pajero var, 35 təkərlə, ondan qat-qat aşağı büdcə ilə daha yaxşı hərəkət eləmək olur. Bu günlərim biz onu istəyirik sübut eləyək, inşallah ki də sübut eləyərik. İnşallah ki heç kəs qırılmasın. Gedək baxaq, marşrutda daha ətraflı, daha geniş sürüşlə sözümüzü deyəcək. Mən də onu da vurğulamaq istəyirəm ki, mən 3 aydır bu işə başlamışam və Ekstrem ailəsində bu işlə məşğul olmağa başladım, həvəs artdı. Orada da peşəkar insanlar var, onlardan bir balaca tədrisimiz var, təhsilimiz var, yəni öyrənmişik uşaqlardan. Bəzi qardaşlar var ki, nə şəkildə sürülməlidir, nə eləməlidir, daha gözəl, daha mükəmməl bilir. Biz sadədə, yəni 6 ay, 7 aydır mən maşın sürən adamam. Yəni mənim elə güclü təcrübəm yoxdur, amma yəni mən özümə güvənirəm, maşınıma güvənirəm, düşünürəm ki, yaxşı olacaq. Və ikinci gördüyünüz maşın bu Patroldur. Əsas iddia bəlkə Pajero və bu arasında gedəcək. Biraz Cavidin də fikirlərini alaq görək necə olacaq. Yəni fikri nədir? Demək olar ki, bizlə belə ikinci dəfədir video təqdimat edirəm, amma videosuz hardasa bir 3 dəfə ən azı gəlib. Mən fikirlərimi alaq. İlk öncə qardaşların hamısını salamlayıram. Allah canlarını sağ eləsin. Qardaş, rəqabət gözəl şeydir. Yəni ilk növbə bizim istirahətimiz, qardaşlığımız, sonra maşın rəqabəti. İnşallah onu orada görəcəyik Allahın izni ilə. Yəni ki, M57 lağ mənbəyi olan M57 orada sözünü deyəcək. Öfrəmanımızı var olun qardaşlar. Sağ danışdı. Gördüyünüz kimi heç nə. Qalan da marşrutda. Anqlərdə problem yaranıb, amma hara gedər, yəni özümüz görəcəksiniz yəni vəziyyəti. Ümumiyyətlə bu nədir motoruzadır? Məlumat 700 kubdur, bir silindir, Yamaha'dır. Böyle 4 vitesli razlatka, diflok hamısı var. Almırsan belə palçıqları? Salmış. Gedəcək. İnşallah. Gördüyünüz kimi bir dənə də M57 ilə Patrol var. Yəni hər demək olar ki, videolarımız da var. Bir dənə fikrin alaq nizatında. Maşın barədə yoxsa? Maşın da ümumiyyətlə bu Qars barədə. Maşın Qars, yəni deyərdim ki, bizim yəni bu günə kimi gəldiyimiz ən ağır marşrutlardan biridir. Baxmayaraq günəşlidir, amma elə bilirəm kolyelər həmişə palçıq olur burada. Maşın da ki, bir ilə yaxındır yığıram, sən bilirsən özün. Dalqabaq ARB blokrovkadır. Əvvəl 37 MT ilə sürürdüm, indi MT-lər biraz maraqlıydı, düzdür də, əziyyət verirdi, amma həm də maraqlıydı. Seçmişik CST, CST-nin bu gün əsl testi olacaq bugün. Bu maşının əsl testi məncə bu gün olur. İşləməlidir, görək də.
çox böyük danışmaq olmur da bu Yenə işlərdə. qabaqda onsuz da fikirləri var alacaq səni. Oldu bura. Gördüyünüz kimi Niva'dır, digər maşınları təqdim edir. Bir dənə Fəridin maşınına da gəl. Gördüyünüz kimi Pajero yenə buradadır. Yəni bu il odur. 33 Samex Nortek-lə gəlib. Sahibi də Fəriddir, bir fikrini alaq. Marşrut barədə, maşın barədə nə gözləyir? Yəni bu sezon dekabr ayından bu avtomobilə sahiblənmişəm. Gözlədiyimdən daha yüksək nəticələr əldə edib. Yəni hələ ki bir əlavə avadanlıq falan quraşdırılmadan sadəcə təkərlər dəyişdirilib. Öz komplektasiyasında, öz mostları üzərində yüngül dəyişikliklər ki, təkər blokировka, bir dənə arxa blokировka qoyulub, qabaq blokировka yoxdur. Bu günə kimi də ki, yəni bir dəfə Ferodo yanıb, evakuator görüb. Ondan qalan özü maşallah gedir. Bundan sonra da ki, irəlidəki avtomobilləri, bəli, bu 33 üçün deyil, 33 yəni biraz ağırlıq verəcək irəlidə. Yəni gələn sezona 35-36-ya dəyişikliklər olsa daha yüksək nəticələr əldə edə bilərik düşünürəm. Adam ürəklidir, indi bir dənə qalır sadəcə marşrut. Bura qədər marşrutlarda işləyib, bir dənə Qarsda ola bilər ki, biraz problem olsun. Çünki orada konkret Kalyedir, bir də ki maşındır. Yəni orada adamın eləyəcəyi ciddi bir şey gözləmirəm. Yenə də yəni baxaq. Gördüyünüz kimi patroldur, 3-2-si də ilə nadirdir. Əvvəllər də yəni köhnə üzvümüzdür, sadəcə gec-gec gəlir. Bir də bunun da fikrini alaq, bir dəfə olub Qars marşrutunda. Görək nə gözləyir. Bu dəfə 36 təkərlə gəlib Samex. Heç nə, korobkanı yoxlayıram da. Korobkanı yoxlamaq istəyirəm çünki biraz orada problemlər var idi. Onları aradan qaldırıblar. Biraz zatqanın qoşulmağı zadı, neytrala zad atırdı. Çünki korobkası sedan korobkasıdır deyən biraz orada şey söhbəti var da, yağın çatdırmamaq zad, biraz bol tökmüşük yağını. İndi görək də nə? Sən maşını. Müəyyən qədər hə. Çünki şnokelim yoxdur. Mercedes motor olduğuna görə filtr aşağıdadır da. Çox dərin sulara girmək istəmirəm. Buradan sonra evakuator gəlməyəcək. Möhtəşəm balçıq var, gördüyünüz kimi. Maya olmasına baxmayaraq, meşədəki gözləntilər hələ də özünü doğruldur. Bax da qardaşım. Çox ağır səhvlərdir. Bir fikrimi görək nədir bu? Valla biz Niva sevirik, dəstəkləyirik hər zaman ki, Niva irəliləsin, Niva qabaqda olsun. Kommentariyalar oxuyuruq ki, Nivanın çox pis, yəni sevənlər, aşiqləri var da ölkədə. Biz də Niva sürmüşük vaxtında, qardaş. Burada kvadratsikl Nivanı tapmayı biraz daha bilmir. Sən mənim kipkamı ver də zəhmət olmasın. Sən çox tərləyəcəksən, yoxsa? Ha, görürüz, yenə bu bayraq.
Düz yol da bura. Bu ma Getdim. Rol əyridir ha. Rolu düzelt, rol. Yol ver! Yol ver! Yol ver bana! Ay kardeş yol ver be! Ata! Bu maşını gördün! At bana! Nasıl gedəcək? İmkan var burada. Sami! Bana ver. Sürde! Güç patron. Sana senden çok çirkin. Şaşmışım. Tabii. Ayməşdi. Vəziyyət. Ay, vəziyyət görmürsən bura. Otobüs avtomobilləri olmasa da. Gəlsin. Qardaş bilirsən, mənlə çətin. WhatsApp qrupunda danışmaqla deyil. Mən motor qoyuram, nə bilim nə edirəm. Sən kim olursan ol, məşqlə çətindir. Meydanda. Ay yavaş yavaş. Söylesek yok adam söylesek ver. Otur kasa. Biraz arka bırak. Yer var. 2 metre var daha. Bir de götür. Yarım sakın. Bu adam maşını hiss eləmir. Sıkma araç. Çok. Yaşaysan, ağlasan. Sen görək, gəl. Bu görək şey nə olur? Patron değişir be. Ya millət, bu maşın gördüyünüz kimi əsəbləşib çıxdı. Ha? Patrubkası değişilib ama, antifriz gedir bunda. Hə millət, burada vəziyyət deməli belədir. Bu maşında patrubka deşildi. İndi çəkib kənara təmir eləyəcəklər. Yəni yanlarında özləri də belediyə ustadlar həll eləyəcəklər. Digər maşınlar isə arxadan indi görək gəlirlər, gəlmirlər. Bir-bir verəcəklər qabağa. Bunu hələlik isə burada saxlayır. Patron tutardı. Sık sırağa. Sık sırağa. Ya vermiyorum ha. Sık sırağa. Ha bu motoru tutarım. Hiç parça. Heyvanlar şikayet edecek bize. Kardeş. Pasportla kızı çaldım abi. Ben de 37 lira. Ne oldu? Çok dedim işte. Çok güzel kardeş. Baba! Hadi! İstelenmişsen sen... Vay ya ne oldu ya? Bu ne oldu ya? Bu ne oldu ya? Sızı başı! Vay ya ne oldu ya? Bu niye yine baktı ya bu ha?
Semişka alıb gəlmişik. Belə tədbirlərdə biz mütləq semişka ilə gəlirik. Çünki çox dayanmaq olur da belə. Yəni mən də patrul sürən kimi o sözü götürənlərəm, qəbul eləmirəm də. Götürənmərsən, gəl belə pistə çıxmasın bir yerdə cəng eləyək. Bu adam mənasızdır mənim üçün. Hə? Meydan oxuma var. Bu gün deyəndə bir həftədir. Məşqi ilə Cavid arasında güclü rəqabət yaranıb, belə deyək də, konflikt yaranıb. İndi burada aydınlaşdırmağa gəlmişik. Xırda problemlər var. İndi boynu var, səndə də xırda məsələ. Nə oldu? Soysun düzələcək. Soysun düzələcək var. Bir dənə də patrubka var, o da soysun düzələcək. Yox, bu bilinmir nə olacaq. O bilinmir. O dəqiqdə öyrələr. Dünən nə qoyardın, nə indir Cavid? Şir kimi nərildirdi. Nə? Dünən nə Bir Cavid? xana, kənardan baxana, asant gəlir. Deyir ki, bəs burada nə var ki, mən buranı Priora ilə keçərəm, mən nəyəm buranı nə ilə keçərəm. Bax qardaş, hazırlıqlı maşındır. Konkret net hazırlıqlı maşındır. Mən 30 manata maşınımı qaldırmışam. Adam pul qoyub bunun üstünə, başa düşürsən? Və özü də ustadır. Bu sən usta olmasan sən bunu sürənməzsən ki olsa. Bax, girib altına patrubka dəyişir, nə var, nə eləyir. Hə. Maşını hündürə qaldırıb ki, altına rahat girə bilsin. Nə bildin nətər? Cavid, biz səni dəstəkləyirik həyatım. Ona görə dedim bax. Düzdə saxlayarsan düz bir yerdə. Kameramızda değdi de yani kamerayı gördüm. Palçığı ennete koydunsa yapıştı bura. Görüntü itti. Yaz bana ne istubut eləməyə, qayliyə ilə. Tələsməyin, hələ gedirik. Qayliyə ilə. Kim gelir? Bu müsriflər hardadır? Ne olur? Bu niyə çıxarçılıq qatdı bu baləcə cücə? Ne kadar? Bəli. Bizden bir ana kaleyine gel. Ya. Sen yokladın sürüştün sonra. Sen Sən ölməni yoxlamadım, Allah da özüm düşdü. Bu iki Bir dəqiqə, adam. Sən belə pistə çıxmasın, sütün yorun, Nicat deyir, Nicat çağır söhbət edir. Belə olmazaq. Murat 30 metr sen geldin elənçinə. Fırıldaqla 50 metr bu geldi. Aynı şeydi. Yo mahiyet eynidir. Kaç kere değil mi siz? Onsuz da bu o kadar Oraya gelebilmeyeceğiz. kalyada nə yoxlayacaq? Ya dur. Yazık Allah o marketi bitirmeye.
Fərid, bağlarsan Fərid. Kimdir? Millət bu maşının ucu arxa mostundan səslər gəlir. Yəni, gediş atıram. Zavid nədir fikrin? Bir daha fikrin. Qardaş, yəni demişəm, yəni iddialı danışmaq istəmirdim. Yəni bu günləri Pajeroların birinin belini qırdım. İkincisi də ki düzgün eləmir. Yəni dediyi kəlməyə uyğun hərəkət eləmir. Onun da belini qıracaq. Ya. İkinci dəfə çıxacaq. Diboşdan çıxardaq da abi. Orada yer elədiyinə görə bizə. Elə bir belas keçdi. Orada bir yer elədi. Mən də çıxmamalı, görək. Yox. Buradan çıxmalı. Yox, aha. Bas görək. Hə, Allah. Buna bat istəyir. Bu tayfı Ramur olsun. Neyləsin? Gəl bura görün. Qabağa qoş, qabağa. Sən nivan gətirib çıxartmısan deyirsən. Hələ gedirik qabağa. Bunlar imkan verir, vaxt çox alırlar. Ha? Haram olurlar. Bəli. Yerin imkan vermir, hə deyirsən? Hələ məşliyə bax. Ona gedir, bas. Onu da ver yesin abi, bizdir. İkisi də eyni anda düşəcək, alasın ortada. Sınmayacaq. Ha, yox, burada getməyəcək, düzdür. Yox, getməyəcək, eşəcək. Qabağa məncə ondan daha rahat olar. Amma qaz verə də gərək. Düzəldə yox, rahat. Ha, yox, sən ürəyinə sürmürsən, bro, deyəm. Çox, qəşəng, sana heç nə yoxdur. İki dənə varsa atıb dəyişəcək. Çulok gəldi, sonra poxa düşür. Qardaşım, sən əcdasan. Bəs bura qədər. İstəsən də tön qayı. Səsə baxın, millət. Səsə baxın. Bu maşın çıxdım artıq. Maşında problem oldu. Dayandı. Birinci Fəriddir. Maşında problem yarandı. Maşını da saxladıq orada. Bir maşın dayandı. Davam edirik digər maşınlarla. Bir də Quadric var. Nivo da davam edəcək. Gəlsinlər görən nə olur. Zırrası qarşı gəlmiyor. Bu bilir. Bu bilir qarşısının içinə. Mən gələ burada baxdım. Çıxa bilirsinizsə, kalyedən çıxıb davam edeyim. Millət, gördüyünüz kimi, yəni bura qədər, nə gördünüzsə bura qədərdir deyəsən. İndi yoxlayacaq görək, bundan sonra hansı maşın necə davam edəcək, yəni bunu hamısı sizə göstərib. Düzülür. Bu adam elə bir ki, metrə özünə yol açır. Metrə davam edir. Çünki bundan sonra demək var, ora çıxana qədər hamısı eyni şey olacaq. Fuat, gəl sən gəl burada. Motor yox. Gözlə bir həftə doldur.
Özü çıktı. Tamam. Harry. Vergör çıkabileceği yok kaleden. Çıksa şu. Hangi? Aha çıktı tamam. Vur onu vur. Əziyyət çəkmirsən ya, bu nədir? Ha, rahat. Cip budur da. Gördüyünüz vəziyyətdir. Deməli, patrul bitər, keçdi, getdi. Patruldan sonra Pajero gəldi, burada kaleden çıxarda bildi, özünü keçdi. Ardıca gələn iki maşın çox rahat keçdi. Və bu gördüyünüz M57 patrol 37 ilə. Bu da eyni vəziyyətdə. Rahat keçir. Təkərdəki palçığa baxın. Bizi bu da yəni nə varsa yolda hamısını aparır. Ağırlıq hissi olunur bu təkərdə. Yəni bir təkər qədər də palçıq var üstündə. Yəni belə yerdə başlayır. Bu muftafir odur. Yəni təkərin öz naquşkası bir tərəfi, bu boyda da palçıq. Axırıncı maşın olmağın problemi də budur. Qalan palçığın hamısını yığıb gətirirsən. Başlayırsan başla. Aycan, köməyə ehtiyac var da, dostumuzdur, nə dəxli var? Burada bu. Qaçaradır, Yo, bana baxılırsan getməsin. Yol vermirlər, macal vermirlər, sürək gedək. Bilirsən nətər, sənin maşının burada batıbdır, sən Libotka ilə keçsən də buranı, düzdürmü? Mən öz təcrübəmə güvənmirəm. Başıma da güvənmirəm. Görək necə olacaq. Mən demirəm, mən sürənəm. Amma görək necə olacaq. Qabırçılıqdır. 35 min patrulla pul xərclə zavod Pajero'dan 30 metr qabağa gir. Ara qabağa gəl. Mənim Pajeromdan o zavoddan. Sən də qırılır. Ne oldu? Bir getməli daha qabağa. Oturmadır. Tamam, mən oturub burada. Məni bilim gedir. Yer yaxşı da, oturdu. Burada qaşılır. Yolu bu yana. Ha, çok yok, çok yok. Getdik konduq Libotkanın axırı. Ya, nədir burada vəziyyətdə? 7 tonluq libotka alıb, onun normal 5 tonluğun altı indi işləyirdi. Ora bax, əziyyətə bax. Bir həftə deyir ya, lazım olacaq, özü nəzər tutmuş. Demək, əziz dostlar, marşruta başlamışıq. Biraz çarəsizlikdir. Amma bizim ekstrem ailəsində nə var abi? Heç kəsi yolda qoymaq söhbəti bizdə ola bilməz. Ona görə yaxınlaşaq Cavid bəyə. Zəhmət olmasa yaxınlaş. Cavid, ay Cavid, narahat olma. Səni biz çıxardacağıq. Qoymarıq ki, heç kəs qalsın burada. Cavidin də hal-hazırda yaxşı texnikamızdan evakuasiya edəcəyik. Hələlik bu qədər, texnika gəlsin, çəkişə davam. Bu kadar şeyler var ama sonra deyirlər. Burada da təchizatla gəlirlər. Sonra deyirlər Nivan. Əlbəttə çıxardım. Nivan gələrdim. Bax, bura qoyardım, təkrar ora qoyardım. Hardadır sən? Ya buradasan? Şeydən, patruldan da oldu. Allah.
Hər yerə də çıxır. Ha, götür belə get. Alo, çok sağ ol. Değil mi? Açıqlama düşəcək görərsən. İki dəfə düşdü çıxdı kalyeden. Bu var ha. İki dəfə kalyeden düşdü çıxdı. Aşırdarsan eləmə. Oy da bu nə pis vəziyyət tutur ha belə. Ya buradan çek bunu o taraftan. Ya, ben çek. Yok. Tekrar iti be. Biraz sol elə. Biraz sol elə. Sözü bəs. Bir dənə ona bağlayaq su. Marşrut buradan başlayır. Hatırlatır qırağa, tamam. Görək axıra kim qalır da, maraqlı olacaq. Nə bilim. Motor paduşkası, patrubkaları qaz 64, nə bilim. Mostu qaz 53. Qazelin nə bilim. Patrubkaların bir tərəfinə. Demişdim ki, bu offroadluq deyil də. Gedək də nə bilim yağ axıdacaq, su axıdacaq, duz axıdacaq, istiyot axıdacaq. Bura bax, buraya. Offroad rəhət, ofis hərəkət. Ofçu bu. Bir dəfə antifriz partladı. Yenə axıdı. İstənilən maşın qardaş, yəni problem yox. Bu maşın gözəl maşındır, amma bizim elədiyimiz offroad üçün deyil də. Yəni həm ağırlığına görə, həm yəni avtomat korobkadır. Motoru güclüdür, amma o deyil. Bax burada baxırsınız məsəl üçün bu yəni o deyil. Bu ikisi arasında nədir? Bu ikisi arasında Güclü hansıdır? Güclü hansıdır ki? güclü, yəni Keçirsizlik qabiliyyəti. qalib mənməşliyini görürəm. Bəli, bilirsiniz. Keçirsizlik Səmimi Devam edirik. İndi o şey Dostum, bir çıxardı. dənə də bir söz deyim də, yəni bunu əlavə eləmək istəyirəm mütləq də. Yəni bu offroader sürüşü deyil, bu ofçu sürüşüdür. Ofçular gördüyü yerdə Bəs offroad sürüşü bu qəlica. İkinci bir sualı verəcəm. Bu ofçu sürüşdə sırada. Bu onu eləyəm. Rolo yəni eləmə. Aa, gedir. Bana heç yox, gedir. Tamam. Sür, get, saxlama, sür. Oldu ay məşdi. Üç pasportu yenə keçdin axı. Hadi boş ver, onun mənası yox. Yorum. Ay məşdi, nə oldu ay məşdi? Fırlayıb çıxıb ortaya salıb keçəcək. Hə, ver dala, biraz ver dala məşqi çıxar kaleye get. Üç kaleye də. Ha, kəndin gəl. Çıxacaq o, çıxacaq. Çıxdı. Yox, çıxdı. Gözlə, burada ağac var. Qəşə. Bura gəlməlisən. Buradan görə keçirik. Azca sola götür. Düzgünü qatdala. Gözlə. Gözünü deyəcəm sən hara. Gəldin. Mikrofon vereyim. Kardeş Niva. Kardeş Niva. Fikirler nedir? Fikirler ne? Bu gətir boş deyir. Bitləri var, işləri yox. Ha, o boşda yığıblar. Nə maşındır belə? Kardeş, ne təəssüratını deyə bilərsiniz zəhmət Belə olmasa. vaxtımı çox alırlar. Batır, xarab olur. Kardeş Niva'dır da düzdür. Bəli. Yine Bax. patron utasın yerə girsin. Heç buradan da gələ bilmir. Kim Təbriz müəllim bax.
Qas marşrutunda təkəm. Bax. Məndən arxada hamısı Gedə baxır. göstərdi, gedə Bax, göstər. Gedək sənə göstərirəm. Məşdisi, M59, F16 motoru batıb qalıblar orada. Ətəmət. Hardadılar? Bax gedirik qağa. Qışlarım ağrıyır. Belə piyada yeriməkdən yorulmamışıq. Xəyal bir dənə özüm bunlara baxır. Gəlməyibsən. Gedirəm 2 kilometr qabağa, düşürəm piyada dala. Ay Hüseyin. Çox qalıb, qutar deyə də bizim işimiz tutarız. Təkəri dəşini tök içinə. Benzini. Biraz tök, tök qalsın. Tök. Tök. Lənki bir dənə yansın. O biraz havalansın. Olma eləmə. Hayır. Yaxından bir. Hop hop. Biraz rahat çıkıyor. Hava. çəkirəm Hüseyn. Məşdi, gör qırağa çıxarda bilsən qırağa. Düşdün. İkinci mövzu başlayır. Hə millət, baxın vəziyyətə. Ağac ona mane olun.
Dala da gedən mi? Tələmə, çalış dala yer elə. Çünki palçığı basanmayacaqsan. Biraz dala yer elə bir də. Dala yer elə bir də. Biraz götür. Bir də yoxla. Ha? Biraz ver dala biləcək. Beğen? Teker de. Teker zırıldı. Deşildi. Ha bu yapmış bir anda. Bir de nasıl vardı bu çok sürüyor. Gitmir ora. Buradan geçecek. Neutralli sen? Hə. Ha tez. Nadir tələsmə. Hadi eləsin düzdür, en az bırakmaz. Ne girdi oraya maraqlıdır? Ne girmişdi oraya? Ağac çek, neyse. Her şey var məndə baba. Qoşa kompresor, zat. Üstünde offroadda teker yamamak etmək. Offroadda teker yamamak etmək. Deşildi. Deşildi? Artıq mı? Mən telefon əlimə yaraşmır. Все, bırakmır. Bir xırda bırakır. Çok az tutacağım. İndi все bırakmır. Все. Ben oranı evvelden görseydim. Buyurun gel. Ha. Ha. Şu. Bak buradan sağa vur göre. Vur. Dala. Dala gel. Sımış değil baya. Bunu yoklayacak, salarıq ora. Hemen yere. Bu maşını yoklamadı. Düzgün işlemir ona göre. Bu ne bu onda olacak. Göre ora ne tepki verecek. Bomba şey. Hadi. Все. Orada bu. Bu ne son? Çekil. Üstüz bakacak. Başla. Tamam, bani batkam yok, istifade edelim. Axıra qədər. Ay, biraz oradan mı? Her önce bana B variantına geçip bağlı. Ya kaç at için bir bağlı. Süt.
Nikaragua. Neyse, maşının mostu kırıldı. Kvadrik tamam başka adamın elinde. Hayat yaşıyor. Neyse, maşının mostu kırıldı. Kvadrik tamam başka adamın elinde. Hayat yaşıyor. O ne yazıb bilmirəm. Hə sənə müəllim, Qars Fatihi kimi nə deyə bilərsən? Elə gülərsən. Qabaq işləyir. Ayıra bilirik. Hə? Arxa qırıldı yəni. İndi aparat götürür bu. Dala götürülür, dala. Aha. Qaza, most şey qoyma, çulor. Her maçda ben kadar. Ayaq batırmaz. Atyaçka ne? Davay. Savaş. Sen inşallah. Bir tane de kalan al. Onun da özüne lezzet veriyor. Ver hadi ya. 1, 2, 3, tamam. Davay kestik. Sen inşallah. Ne günlere kaldın ay məşqçisən. Buradan Təbrizə salamlar olsun. Yaxşısınız. Yenə orada durmadan qardaş başladı. Gözlə namuska vermə. Eləmə. Ama o namuska vermə də da. Verəmə də da. Gaz vermə çox. Çox qaz vermə, nəyi versən, olsa da özlər. Nivanı biz də istəyirik, iştirak eləsin. Marşrutun əvvəlində bildirdiyim kimi. Amma Nivalar incə maşındılar. Mostları, qranatları buna əl vermir, qardaş. Və gördüyünüz kimi arxa mostun dişləri qırılıb içəridə, taqqıldayır, görürsünüz? Az qaz ver. Bu son döyünüşüdür, yəni Qazistan abi. İndi evakuasiya edirik ki, sağ-salamat Nivanı buradan çıxarda bilək. Biləsiniz ki, burada çox ağır yerdir. Bunu buradan evakuasiya eləmək bir o qədər də asan proses deyil. Valla. Çək, gəlir. Zaten gəl kömək elə. Bunu nəyə çəkirəm? Bu hardan Harda her yer kapkara. Get. Sürəm yox, yoruldum. Gedir də bu. Qardaş cipdir də.
Hə millət gördüyünüz kimi birinin mostu, digəri də atkaz elədi. Niyə atkaz elədi? Korobkası giclədiyinə görə. Davam elədiyimiz maşınlar. 2 patrol, 1 Wrangler, bir də Pajero. Qaldı yenə də bunların öz arasında söhbət. İkinci GoPro ilə davam edirik. Zaryadkamızı da bitirdik. Deməli, meşədəyik. Gördüyünüz kimi maşınlar da buradadır. Neyi? Çıxa bilərsən orada? Çünki gözüm görə alır, olmasa bu hali bitir. Hemen işte ne diyorsan buradan o ya? Abi buradan yola. Orada necə asasız ki? Aycan. Sen buradan gedə biləcəksən, ha? Necə? Əlbəttə ki gedəcəm. Bəs bunlar? Özləri bilər bura. Bura Survivor-a çönmüş. Bazarsan həyatda qal. Bir düz deyir ha, həqiqətən bu Jivaniyadır yəni. Bazarsın ki. Bu Jivaniyadır bu. Güzel. Güzel Delvi. Sağa, sağa. Atqazdasınız. Olmaz. Hamı səsi verir, qaydısız qaydır. Həmən gider. Ha? Neyse, daha önce sen biri başlıyorsun. Məşli bura istəyirsən, dırmaşdırma. Bura. Daş oranı yol açmaq lazımdır. Hamımız ya buradan keçək. Düz ver verəsin. Ya da ağaçların böyründən keçək ya da bu yol açmaq lazımdır. Daş. Mən bu iki ağacın ortasından keçib gedə bilirəm. Sizə görə deyirəm. Bura işin keçənməz qırıyor. Bax hala, qabaq lap pis ora. Yuxarı lap pis. Yola baxın. Bir daha olayım, keçib bir daha bura. Yenə alternativ variant yoxlayırıq. Ha, tutam oranı açdı sonra. Bura. Özü bölündü, heç ehtiyac yoxdur. O qədər quruyub ki ağac. Sonra bu maşın için Qaba, dala bir dənə, dala qaba. Sürət. Hə. Bir dənə tal çox. Sö. Tullandı. Gəzmək. Son vaxtlar ən çox rastlaşdığım şey. Səl abimin Allah canı sağ eləsin. Moda mindirib də ora. Ağac arası. O çıxa bilərsən üstə, çürük ağac var. Aha. Öyle bir oraya. Oy. Yaxşı tamam. Sö ha? Sen yemək işine başla. Çıxanmadı ha, libotka lazımdı ona da. Oradan üçün normaldır. Sağ tərəf yolu dərini, sol tərəf elə bir nazıydı. Yoxsa şurmanın olsa bir yoxdur əlində. Bunların bir yoxdalı var. Var can şurman. Aha, bumper təkəri cırmadı. Yox, yox. Təkəri. Təkər yuxarı qalxdı deyən bumper etdim. O bumper o təkəri cırmaz. Yox ana. Nəsə? O təkərin bu boyda dişi var. Nə olsun? Dişi kəsmir ki, dişi. Bumper basmaz da olaq dəmir. Dəmirdir. Ha, cırar Əydi də, bumper əydi də, bax da. Kamaz baxar. Hə, maşında problem yarandı deyəsən. Hə. Təkərdir bumperə dəydi. Təkərin dişi, təkər çox qalxdı yuxarı. Fərinə bax. Fərin nə hərsən gəlir. Hə, Fərin. Kurtarı oydu. Burada süratli fırlayır ha maraqlı. Çok süratli fırlayır özden. Ha, sürətli vurur. Koca bir sen alıp
Deməli vəziyyət belədir ki, bu maşında problem yarandı. Texnik nasazlıq var. Cərrə çıxartdılar. Yavaş, yavaş. Ay. Biraz da pahası olsa görsem bekliyorum. Koşuldum ben de 11 nömreye. Ne oldu? Ya Allah Merve gel göre göre. Sen hiç bağlamakta ne kadar? Elə açıq idi. Gör bağlaya bilsən, gör işə düşmədi orada. Bagaj açıldı, bagaj. Var. Hadi öldürdüler bizi. Əcibsən. Öpürəm ki qardaşım, yağlı yerindən baxmıram. Fikirləşdilər ki, o maşını söküb, ondan nəyəsə götürüb buna qoysunlar ki, işləsin. Bu namazlandı. Bəli. Güclü. Heç ehtiyac yoxdur. 80 rükətəli burada donbalına gedər. Kafanın üstündə. Parayı dirdim. Yerə girir belə. Zabiti bütün epizodları bu. Kabı gördünüz abi. Ne bileyim bu? Bizde kres var şu alanda. Elektrik stansiya. Orada bu kadar şunur gelmiyor. Bütün yayıncı Bakı'nın enerjisini veren yerde. Bura bak hala. Yalnız açık dur. Sıcaklan terlermiştir.
Hardan keçdiniz? Kaleynovs tərəfinə keçmişdilər. Patrolun arkasından 2 patrol, Wrangler, Pajero. Hamısı Hə, mən Öyle bir onda diyor. Nize denemedim Yüzlə gəzir. İndi buranı başı dağıdacaq. Bəri çəki. Bak. Şeylese teşeri kesecek. Bak. Allah. Oy. Ayaqdan düşmüş də. Təkər içəri gedib az düşmüşdü. Sokaqda. Tamam. Tərpən. Kim qabağa, kim dala? Bugün problemlər günüdür ha. Kim gedir dala? Dala bir dənə cavabı. Dala yesən? Şeydə deyə xarab oldu da deyir. Yemək yeməyə gəlmişsən. Nə xarab? Meşə lənətləri. Ha yox, deyə xarab oldu da səndə ha. Axşam 9-da Xarab olmuyor. Şunlar var, burayla niyə qayıdırdın? Buranın yəni bunun mənasızdır da. Libyotka qırğır, libyotka qırğır. Yox, burada işləyəcək də, da bura çıxaq gedək də. Bir dənə burada əsas. Sür gedək Pərvin, sür gedək gedib. Ya şey yaptı oldu, yaptırmıyor. Başına bak. O yavaş gelecek. Buraya geliyor. Koyuqlar, görmüşəm, gəlib bilmir. Millət marşrutu bitirdik, tamamladıq. İndi belə deyək, çıxışdayıq. Bir dənə bunların fikrini alaq ikisinin də. Sonra Nicatın da fikrini alacaq. Tamamilə qalan maşınların, sınan maşınlarla da bağlı, yəni sonra məlumat verəcəyik. Buyurun, necə oldu? Axşamınız xeyir olsun qardaşlar. Necəsiz? Hər şey super oldu qardaş. Yüksək səviyyədə. Şükürlər olsun ki, bir dənə Pajeromuz sıradan çıxdı. Atdıq qırağa həmişə kimi. Yəni yolumuzu davam elədik. Yolumuzu yəni bacardığımız qədər davam elədik. Yəni maşınlarımıza uyğun. Yenə şükürlər olsun ki, sağlıq, salamatçılıqdır. Çatdıq məkana, çörəyimizi yedik, qayıdırıq dala. Konkret nəticə qardaşım, inşallah ki, sezon açılışında bugünün nəticəsi qardaş, mənim üçün bugünün nəticəsi yəni Pərvindir. Bəli. Günümü necə keçirdin? Allah, super. Gözəl. Marşrut da gözəldir, maşınlar da gözəldir. Cavid biraz yordu özünü. Amma 2 qaplı ilə əla olacaq. Bu 4-ə apar qaytar. Nəticə Pərvin, Nəticə əla. ən yaxşısı kim? Ən yaxşı elə demək olar hamı özünə görə. Ümumi bir dənə dəyərləndir. Ümumi Ən yaxşıdan tutmuş və çətinliklər və s. ümumi detal. çox çətin yoldur. Maşınlar hamısı yaxşıdır, amma belə deyək də yaxşı işləsələr. Məndə də problemlər oldu. Motor paduşkası qırıldı. Elektronik problemlər olanlar oldu. Amma ümumi demək olar ki, elə marşrutu başa vurduq da, yox. Sənə görə ən yaxşı hansı oldu? Nəticəyə belə götürək ümumi. Bu gün şey qırılmamağına, problem yaratmamağına görə Pərvinin maşını elə bilirəm ki. Pərvinlə elədin də. Pərvin deyərdim, hə, Nadirin maşını qırılmadı, bir problem yaşamadı. tam gəlmədi. Tam gəlmədi. Amma orası Bildim də oradan oynamayım.
Belə. Uşaqlardan ümumi Wrangler problemsiz cəmaatın libetkalı yerdə spokojno getdi. Məşdi. Aha. Molades. Sonra Nicat da pis getmədi. Müəyyən problemlər oldu Nicatda, Caviddə. Mənim öz maşınım heç 10% gəlməmişdi. 50%-ə kimi getdi. Ondan oyna mən korobkalım döyür də, atırdı korobka. Всё. Bu qədər. Pərvin hə? Hə, məncə Pərvin. Məncə yox elə Pərvin. Fikirləri dəyərləndirdilər, maşını seçdilər, ən az ziyan, ən ümumi belə deyək, sıralama fason bir şeydir, fikir verdirsin. Biz bilək ki, yəni bu sənin üçün necə tamamlandı? Bilirsən, başlanğıcda mən sözümü demişdim. Burada bir balaca yarış fason məsələ idi. Gəlmişdik ora. Biz də düşünmürəm ki, mənim maşınım hardasa əziyyət çəkdi. Hamı necə, mənim maşınım burada belə baxanda ən balaca təkərli maşındır. Amma getdi. Gözlədiyimdən artığın getdi. Qaldı uşaqlara ekstrem komandadadır da. Yəni komanda uşağı necə olmalıdır? Mehribançılıq, birlik, kim yıxıldı, kim qırıldı, oradayıq da. Başqa necə ola bilər ki? Sıralamada. Nə? Günü belə deyək, ən yaxşı. Başa vuran Günün maşın. yaxşısı bilirsən, hamımız eyni yerə kimi getmişik. Hamımız da eyni yerə qayıtmışıq. Bəzi adamlar var, elə yerdən var ki, onlar daha rahat keçib. Elə yeri var, oradan da rahat keçib. Aşağı yuxarı bərabərlik düşünürəm. Yəni mənim maşınım üçün də yəni bu maşınlarla bərabərlik mənim üçün böyük bir şeydir. 3 aydır da nəzərə alsaq ki, mən məşğulam offroadla, yəni böyük işdir. Gördüyünüz kimi, yəni hər kəsin fikirlərini aldıq. Burada əsas nəyə nəzərdə tutuldu? Ən çox libotka dartıcı işlətmək, sonra ziyanla çıxmaq. Fikrimə görə düzdür. Wrangler yəni qalxanda daha çox belə deyək də rahat variantlar istifadə elədi. Pajero da ikinci variantı işlədərək kalyedən kənar yenə də əsas məqsəd marşrutu tamamlamaq idi və deyərdim ki, problemsiz tamamladı. Və gördüyünüz kimi bu maşınlar hamısı ora qədər sağlam getdi, sağlam gəldi. Sadəcə yüngül problemlər oldu, o da ki həll olunandı. Əsas odur ki, özləri gedirlər. Növbəti görüşdə görüşərik. Bizi izləyin. Get gələcək. Sür gəlir.